Qarabağdakı tikinti layihələrində bəzi şirkətlərin ödənişlərin gecikdirilməsi və görülən işlərin qarşılığının geri alınmasına çətinliklər yaşaması ilə bağlı narazılıqlar mövcuddur. Gerbazın bir xəbər mediaya istinadən xəbər verir ki, bu vəziyyət şirkətlərin layihələri öz vəsaitləri hesabına davam etdirməsinə səbəb olur və bəzi hallarda işlərin yarımçıq qalması ilə nəticələnir. Sözügedən məsələ yenə gündəmdədir. Ümumiyyətlə, son vaxtlar Qarabağda sahibkarlarla tikinti şirkətləri arasında ciddi problemlər yaşanır. İşğaldan azad olunan ərazilərdə təmir bərpa işləri çərçivəsində layihələrə cəlb olunan şəxslər dəfələrlə video müraciətlər çəkərək kanalımıza göndərərək haqqlarının pozulduqlarını bildirirlər. Hazırki vəziyyət də heç ürək açan deyil. Belə ki, Xocavənd rayonunun Quzumkənd kəndində tikinti və bərpa işlərinə qoşulan Nihat MMC-nin rəhbəri Nəsimi Şirinoğlu da çətin durumda qalan sahibkarlardandır. 30-dan 40-a qədər nəfərlik heyətlə Yusif Yusiflinin rəhbəri olduğu Bəyaz İnşaat MMC ilə müqavilə bağlayan şirkət rəhbəri aldanıldığını, 29 min manat pulunun mənimsənildiyini iddia edir. Vətəndaşın sözlərinə görə şirkət olaraq öhdələrinə düşən işi təhvil vermək üçün lazım olan aksesuarları 3 aydan çox müddətdir ki, Bəyaz İnşaatdan ala bilmirlər və bu da narazılığa səbəb olub. Ölkə rəhbərliyinə, aidiyyatı qurumlara müraciət edən vətəndaş haqqı olanı almaq üçün kömək istəyir. Nəsimi Şirinoğlu, Nihat MMC-nin rəhbəri olaraq Xocavənd rayonu Quzumkənd kəndində Bəyaz İnşaatı MMC ilə müqavilə bağlayaraq, müqavilə mənim də əlimdədir. Yəni 30-40 nəfər üçün ola, mənə pul verilir. Yəni 3 aydır mən laminat istəyirəm, 3 aydır aksesuar istəyirəm ki, verin, təhvil verin, verilmir. Xahiş edirəm orqanlardan, dövlət orqanlarından xahiş edirəm, cənab prezidentimizə xahiş edirəm ki, mənim səsimə səs versin. Artıq vəziyyətə xahiş edirəm. Yəni 31 nəfərin ailələrinin burada taleyə həll edilmir. Bunlar verilmir, bir şey eləmir, heç bir şey. Yusuf ilə mənə səs atıb ki, get sələmat ol götür. Götürüb vermişəm, ya pulu verir, ya heç bir şey eləmir. Və ödəniş edəmir. Heç nə eləmir. Mən xahiş edirəm, cənab İlham Əliyevdən, Ali Baş Komandanımıza mənə kömək tarif olsun. Qarabağda vəziyyət hamısı bax o vəziyyətlər. Bu vəziyyətdə yenə bildirəm ki, Yusuf Yusufludur, Bəyaz İnşaatın rəhbəri Yusuf Yusufludur. Ya telefonlarıma cavab verirlər, ya bir şey deyirlər, heç nə eləmirlər, heç nə. Heç cavab verib eləmirlər. Xahiş edirəm. Bayım, Bəyaz İnşaatdan da müqaviləməm əlimdədir. Mənə də 47 min puldan 18 min pul verir. Yerdə qalan 29 min pulumu mənim səhiflər. Yəni, hal-axsan gerisin telefonlara cavab verirlər, yalından çağırırlar Bakı Şəki, gedirəm Bakıya da ofisədə gedirəm, ofisədə işim oldu. Xahiş edirəm, mən kömək davet edəsiniz. Artıq təzəli xahiş edirəm. Prost bəhladə bildirdim də, yəni ki, bir dənə evin laminatı yoxdur, bir də aksesuarlar yoxdur. Kombisi yoxdur. Bax, yəni o da mənim problemim deyil. 3 aydır mən burada yəni canımla əlləşirəm. Sonra, bax, pilləkənin altı. Nə formada deyiblər, nə o formada. Bax, bu da pilləkən. Yəni bunların hamısını özüm qoymuşam, yəni sonradan qoyulmadı. İndi keçək evin içinə. Ha, bu evin özü. Bak, görsən. Bu evin özü. Bu kuxrası. Tam hazır. Yine bildirirəm ki, yəni evdə bir dənə problem kombidi, atabilenlardı, bir də laminat. Yəni, mən 2 ay yarım, 3 aydır mən bax bu zülmü çəkirəm. Mən də pulumu ona görə verdim.